Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 120 min manata satışa çıxarıldı bu ev. 2 mərtəbəli evdir, polu da monolitdir, 1 ilə 2-nin arası da monolitdir. Təsəvvür ilə Qurqavoy qoşadaşlar tikilib, yuxarısından da 20-nin 40-a kəmər fırladılıb. 2 mərtəbəli evdir, çox super ərazidədir, sarayın demək olar ki, tam mərkəzindədir. Yetərşaldı sarayından Bakıya tərəf gedəndə dönürsüz sola, əsas yoldan da 200-250 metr məsafəsi var. Kupcalı evdir, yəni qeydiyyata düşə biləcəyiniz bir evdir. Hələ həyətə baxın. Bax, ağac, gül üçün xüsusi burada yer ayrılıb əkməyə. Bu da tam eti. Yəni ərazisi bax bu boydadır. Həyətində besetka, naves, nə istəsə düzəltmək olar. Ərazi çox böyükdür. Burada da belə mərkəzi kanalizasiyanın trapı var. Qaz, su, işıq sayğacları hamısı qaydasında yerində olacaq. Hasarlara qədər işıqlandırması var. Şəbəkə pəncərələrləndir. Evimizin o tərəfindən də yer məsafəsi var. Biraz, arxada da biraz ara məsafəsi var. Buradan gəlirik evimizin içərisinə. Burada kombi burada olacaq da. Hə, kombinin yeri də burada quraşdırılıb. Evimizin birinci mərtəbəsi də, ikinci mərtəbəsi də isti poldur. Bax, bir də təkrar edirəm. Bunun yeri də monolitdir. 1 ilə 2-nin arası da monolitdir. Buradan pilləkən qalxır ikinci mərtəbəyə. İndi ikinci mərtəbəyə sonra tanış olacağıq. Bura belə bir koridoru var. Pilləkənin altında belə bir qaladovkası var. Korrektorun yerinə qədər orada yığılıb, isti polu alıb, xodunu alıb vermək üçün xüsusi orada korrektor yığılıb. Və sabah bu da belə koridorudur. Buradan gəlirik mətbəxinə. Görün nə boyda mətbəxi var. Bax, ən əsas mətbəxidir. Mətbəxi də çox böyük, geniş mətbəxi var. Bütün nöqtələrinə qədər qoyulub. Mebel arası keramikası vurulub. Yeri də keramikadır. Qapıları, bahalı qapılardır. Aboyları, hər bir şey ideal vəziyyətdədir. Mütləq gəlin bu evə baxın. Bu da qonaq otağıdır. Zalıdır, baxın. Bax, belə bir zalıdır. TV-stetin yeri qoyulub burada. 1-2 günlük, 3 günlük işləri qalıb. Film tutardı, hamamda bir işləri var, xırdapara işləri qalıb. O evin arxasında dedim, az ara məsafəsi var. Bax, bu ara məsafəsini deyirdim. Bax, burada belə bir ara məsafəsi var. Davam eləyək. O nədir o? Patolka vurur. Sulu aboy. Hə, patolokları sulu aboyda inşallah gələndə yerində görəcəksiniz. Qapılar da bax, belə bir taclı qapılardır. Birinci mərtəbənin sanitar qovşağıdır. Bax, tam tutarmır da, yekunlaşmır. Siz gəlində inşallah bunlar hamısı qaydasına düşəcək. Pilləkən də hələ düzəlib, abrabotka olunmayıb. Yəni dolğulanıb, laklanıb, işi tam yekunlaşmayıb. Ona görə də siz gəlində bu işlər də tam yekunlaşacaq. Pilləkənlərlə buradan qalxırıq ikinci mərtəbəyə. Bax, qəşəng perilalar zadı vurulub, hər bir şey qaydasındadır. Satan kimi bunu deyirəm. Bu ikinci mərtəbənin korrektorudur, bir ayrıdır, iki ayrıdır. Buradan da yataq otaqlarıdır. Bu bir yataq otağıdır. İkinci mərtəbəyə aid olan yataq otaqları. Görürsünüz. Sonra növbəti yataq otaqlarına baxaq. Bu bir yataq otağıdır. Görürsünüz, bax, bu böyük yataq otağıdır. Bax, görürsünüz, bura qədər gəlirəm, belə təxminən görərsiniz. Növbəti yataq otağına baxaq. Burada da üçüncü yataq otağıdır. Üçüncü yataq otağı da buradadır. Bax, belə. İkinci mərtəbənin də sanitar qovşağını göstərək. Və bu da ikinci mərtəbənin sanitar qovşağıdır. İkinci mərtəbənin sanitar qovşağıdır. İndi bunun patologları siz gəlinə qədər işlər yekunlaşacaq. Buradan da krişaya çıxmaq üçün yerdir. Buna da xüsusi qapı hazırlanıb, o qapıda qoyulacaq. Bir də təkrar edirəm, Saray qəsəbəsindədir. Torpağı neçə sotdur? 2 sot torpaqdadır. Ərazisi böyükdür amma. Baxdınız, gördünüz, həyəti böyükdür. 2 mərtəbəli evdir. Yerləşdiyi ərazi Saray qəsəbəsində Yetərşaldı sarayından Saray postuna tərəf gedəndə yolun solunda, yoldan, əsas yoldan 200-250 metr məsafəsi olar, olmaz. Yeri də monolitdir, 1 ilə 2-nin arası da monolitdir. Qurqavoy qoşadaşla tikilib kubiklər. Üstündən də 20-nin 40-a kəmər fırladılıb. 120 min manatdır, amma super endirim eləyəcək, yaxşı endirim eləyəcək. Mütləq gəlin bu evə baxın. Sağ olun.